أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل إن كنتم تحبون الله فاتبعوني يحببكم الله ويغفر لكم ذنوبكم والله غفور رحيم صدق الله العلي العظيم. Aziz mümin kardeşler, her birinizi bu mübarek cuma gününde Allah'ın evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Ve Allah Teala'dan arzum budur ki ilahi perverdigar-ı alem bu cuma gününü bütün dünya Müslümanlarına mübarek karar ver. Perverdigar-ı alem bugün olunan ibadet ve itaati bizlerden kabul eyle. İlahi bari Hudaya evlerde, hastahanelerde olan hastalere şifa ver. İlahi ya Rabbim Allah imkanı olmayanlara imkan yarat. İlahi evlenme isteyenlerin kapısını aç ya Rabbim Allah. Evsiz olan insanlarımız var. Onlara ev ihtiyacı var. Özlerine, balalarına, ehli ayallarına hiç yoktan onlar için o yolu aç ginen. İlahi perverdigar-ı alem gelen günlerimizi kesen günlerden daha güzel karar ver. İlahi imanda daha yükseliş için, birbirimize daha mehriban olmağımız için, senin dininde sabit kadem kalmağımız için her birimize kömek ol. Bütün duaların kabulü için Muhammed ve Ali Muhammed salavat zikreyle. Bugünkü mövzumuz inşallah birge yaşayış. Yani biz yaranan gündən Allah Teala biz insanları müxtəlif qəbilələrə, tayfalara bölməklə və müxtəlif dilimizin, irqimizin, rəngimizin olmasına, medeniyetimizin olmasına bakmayarak birge yaşayış, yani birde yaşamak, o cümleden Azerbaycan halkı da onlardan biridir. Ama bazen insanlar birge yaşayışı elə zən güman edirlər ki, mənim öz fikirlərimdən imtina etməliyəm, digər bir şəxsin dedikləri ilə razılaşmalıyam. Yox, birgə yaşayış o demək deyil. Və yaxud da hər hansı bir məzhəb olaraq, hər hansı bir ictimaiyyət olaraq, hər hansı bir qurum olaraq mən öz bildiklərimdən əl çəkməli, onun dediklərinə uyğun olaraq həyatımı sürməliyəm və o anlayışda olmalıyam. Xeyr, birgə yaşayış o demək deyil. Birgə yaşayış odur ki Allah Subhanahu ve Teala biz insanları yaradandan sonra biz insanlara peygamberler gönderdi. Ve biz insanlara gönderilen peygamberlerin biz insanlar bir yerde yaşamağımızın nece olmasını bize beyan etmek için hemen o peygamberler yol koydular Allah tarafından ve bizim de borcumuzdur ki İnsan bu dünyada ne kadar ömrü varsa o ömrü yaşamak için, düzgün yaşamak için, Allah beğenen yaşamak için, Allah isteyen yaşamak için, mehriban olmak için, mənəviyyatlı olmak için, imanlı olmak için, güzel tefekkür, intelekt seviyesine kalkmak için ve güçlü olmak için, Allah rızasını kazanmak için birge yaşayışın formülü ondan ibarettir. Benim əzizlərim, bu bütün peygamberlerin döneminde, beşer evladlarının yaranışından ta bugüne kadar bütün dünyada tarih bu biz bunun şahidi olmuşuz. İnsan o zaman tenezzüle uğrayabilir ki o insanlar birbirlerinin arasında ne olur? Tefrige yaranır, ihtilaf yaranır ve birbirlerinin eksilerine gittikleri için de ve o her yerdeki bu şey baş verirse o cemiyet tenezzüle uğruyor.
İttifak ve ittihadda yaşamak için ilahinin gönderdiği peygamberler var ve ilahinin gönderdiği sema kitapları var ve onun sonuncusu Kur'an-ı Kerim'dir ki Hz. Muhammed el-Mustafa sallallahu aleyhi ve aleyhe gönderilmiştir. Bakın hele ondan qabaq bir gövüm insanlar olub ki o gövüme Allah Teala iki peygamber gönderir ve o hemen iki peygamber insanları hakka qayıdış üçün, düzgün yola qayıdış üçün təbliğ edirlər. Ama o zamanın o insanları bakmayarak bu insanlar hak olan peygamberlerdi diye yine de onların sözüne kulak asmak istemirler. Hatta Allah Teala mühkemlendirme için sözünü üçüncü peygamberi de oraya gönderir. Yine de onların sözlerine ehemmiyet vermediği de Kur'an-ı Kerim'in Yasin suresinde bu hakta bir neçe 20. ayeten sonra ta 28-29. aya kadar yazılıp ve uzaktan o gövümden olmayan bir insan yürüyerek kaçarak geldi, dedi ki ey gövüm, bu gelen insanlar ki sizi tebliğ edirlər Allah yoluna, hak yoluna, siz onlara kulak asın, siz onlara kulak asın. Eğer siz hakikatte yaşamak istəyirsinizsə, eğer siz düz yaşamak istəyirsinizsə, eğer siz hakkı tapmak istəyirsinizsə, bu cür yaşasanız siz zəlalətə düşmüş olacaksınız ve bunun için de Allah Teala sizin ibadetinizə və itaatinizə ihtiyacı yoktur. Her ne kadar ki ibadet ve itaatte varsınızsa sizin özünüzün ona ihtiyacı var ki kıyamet gününde xilas kapıları üzünüze açılsın. Ama buna bakmayarak o gövmün insanları bu deyilen sözlere ehemmiyet vermeden hatta şiddet o kadar çok oldu, gazap o kadar onlarda çok oldu ki bu uzaktan gelmiş bu insanı ne ettiler? Daşkalak edip ta ölümüne kimi onu vurdular ve dünyadan köçtü. Yasin 26'da buyurur qîlet hulil cennete qâle ya leyte kavmi ya'lemun. Elə ki o gövüm hemen o peygamberlerin sözüne kulak asmadı. Asmayandan sonra uzaktan gelen insan ki dedi ki bəs ey gövüm zəlalətə düşməyəsiz deyib ben xilas olasınız dünya ve ahirette, məhz ahirette xilas olanlardan olasınız deyib ben bu gelenlere kulak asın. Onlar kulak asmadılar, hatta bu diyene de daşkalak ettiler ve öldürdüler. Allah Teala hemen o şəxsi, öldürülen şəxsi ne ettik? Qîlet hulil cenne. Habib Neccar şehit olandan sonra ona emir geldi Allah tarafından ki dahil ol benim berzak cennetime. Onda dahil olanda Habib Neccar dedi ki kaş benim gövmüm bunu göreydi, bunu bileydi. Qîlet hulil cenne. Kâle dedi Habib Neccar. Qâle ya leyte ey kaş kavmi ya'lemun. Benim gövmüm başa düşeydi, bileydi. Ben onlara ne dedim? Sonra ardı bima gafarali Rabbi ve cealeni minel mukremin. Rabbim beni niye bağışladı ve neye göre hürmet sahiplerinden etti? Mesele budur ya. Gelip hakkı demekle o 5 dakika, 1 dakika, 3 dakika, 10 dakika, yarım saat insanlara Allah hakkını dediği için ve şehit olduğu için Allah Teala onu hak yolda, o 5 dakika yolda Allah için çalıştığı için onu cennetine ne etti? Habib Neccar dedi ki ey kaş benim gövmüm bileydi. Beni Allah Teala ne için ve neye göre cennetine saldı? 5 dakika Allah için çalışmak, 5 dakika hakikati demek, 5 dakika insanları başa salmak ve hak için adımlamak. Bizim için de hak daha mühimdir. İnsanın ibadet ve itaati veyahut da güzel bu Allah evine gelmeyi ben her zaman demişim bu mescitlerin ziynetisiz. O ki Allah evi ola, Əhl-i Beyt kapısı ola. Siz gələsiz öz vaxtınızı, o değerli vaxtınızı orada kesirdəsiz ve Allah kelamlarını eşidəsiz. Məqamımız uzadır, Allah Teala biraz da uza etsin. Ama bu ayelerden Allah Müteal biz insanlara beyan etmeyi istəyir. Bizi haberdar etmeyi istəyir ki siz de Habib Neccar kimi 5-10 dakika, yarım saat Allah için, hakikatin yanında olduğu için
ona cənnətin verəndən sonra Həbib Nəccar öz ölümündən yox, şəhadətindən yox, narahat oldu ki, ey kaş deyir, mənim qövmüm, yəni məni öldürənlər, mənə qulaq asmayanlar biləydilər ki, mənim məqamım hardadır və ən əsası da Allah Taala ki, bu məqamı mənə verib, nə üçün mənə verdi? Bu mükafat nə üçün idi? Kaş mənim qövmüm onu biləydi. Kaş da biz də biləydik ki, Allahın həqiqəti nədir? Allah üçün çalışmaq nədir? Allah üçün hər şeyi Allah üçün etmək nədir? Kaş biz də o yolda, o həqiqətdə Allahın və İzzəti Cəlalı adımlaya bilək inşallah. O zaman insanın dəyər və qiyməti, o zaman insanın gözəlliyi, onun əzəməti, onun Allah yanında məqamı ucalmasının hissi görsənəcək insanda ki, insan Allah üçün çalışır, olur ilahi. Təkcə sözü ilə deyəndən sonra xeyr, o deyil. İnsan gərək əməli ilə olsun. Allah Teala ümumiyyətlə ixtilafı sevmir. Xüsusən də ələl-xüsus müsəlmanlar arasında ixtilafı bəyənmir. Çünki ixtilaf sonunda gətirib nifrətə çıxardır. Düz? Nifrət də onda insanda yaranandan sonra düşmənçilik yaranır. Elə? Düşmənçilikdən sonra insan nə olur, o qövm nə olar? Tənəzzülə uğramış olacaq. İxtilaf nəyə gətirir? Nifrətə. Nifrət düşmənçiliyə. Düşmənçilik eləyən qövmlər nə olur? Bir-biriyle vuruşurlar, istər-istəməz, ədavət aparırlar. Çünki mən artıqam, sən əskiysən və yaxud da mən güclüyəm, sən gücsüzsən və yaxud da hər şey mənim olmalıdır, sənin olmamalıdır. Bu cür olandan sonra aralarında olan uzun müddətli ixtişaşdan sonra nə baş verir? Tənəzzül baş verir, tənəzzül. Amma onun əksi olaraq anlayış. Əgər insanlar anlayışlı olarlarsa, ki, nə gözəl, əməkdaşlıq və qarşılıqlı anlaşma olarsa, hörmət birlikdə inkişafa gətirib çıxardacaq, tərəqqiyə və mənəvi yüksəlişə yol açmış olar. Xüsusilə də müsəlmanların bu hala düşməsinin səbəblərindən biri və ən mühümlərindən biri müsəlmanlar arasında ixtişaşın olmasıdır tarixdən ta bu günə qədər. Hz. Muhammed el-Mustafa sallallahu aleyhi və alihi və səlləm əmanət qoydu. Dedi, ey qövüm, mən əmanət qoyuram. Nəyi? Qur'anı sizin üçün əmanət qoyuram. Mən itrətimi, əhl-i beytimi əmanət qoyuram. Siz bunlardan ayrılmayın ki, zəlalətə düşməyəsiniz. Amma vay bizim halımıza ki, biz o gündən bu günə 1400 il üstündən keçib biz ayrılmışıq o yoldan. Hələ ki yenə nə qədər danışsaq da birləşməyi bacarmırıq. Hər nə qədər birləşməyi bacarmasaq, bir o qədər də bizim üçün arada olan təkfirçilik, müsəlmanların arasında təkfirçilik, sən güclüsən, haqlısan. Bəs əgər hər hansı bir qövm, hər hansı bir dəstə əgər haqdırsa, harda qaldı bu haqq? Görsədin o haqqı mənə. Hardadır o inkişaf? Niyə biz müsəlmanlarda inkişaf yoxdur? Tənəzzül ardıca tənəzzül gedir. Niyə inkişaf qeyri-müsəlmanlardadır? Niyə? Çünki onlarda ittifaq və ittihad var. Onlar Allah Taala'nın Rəhman sifətindən istifadə eləyib o birləşməni bacardılar. Hətta görün dünyada nə baş verir ki, harda ki Allah Taala'nın qeyri-müsəlmanlar Allah Taala'nın o Rəhman sifətindən istifadə edərək ittifaq və ittihadda vardılar deyibən, onların ölkələrində hətta siz də görürsünüz, gedənlər də görürlər, sərhəd yoxdur ölkələrin arasında. Sərhəd yoxdur, sərhəd. Nədədir onlar? Çünki onlar Qur'anı götürüb Allah Taala'nın o Rəhman sifəti ilə istifadə edib birləşə bildilər. İttifaq və ittihad qurdular. Qeyri-müsəlmanlar, müsəlmanlar yox ha, qeyri Avropa. Siz də görürsünüz, hamı görür ki, o ölkələrdə məsələn, aralarında sərhəd belə yoxdur. Addımlayırsan, keçirsən falan yerə. Elə? Addımlayırsan, keçirsən falan yerə. Bizim üçün, bizdən gedənlər, onlar üçün daha çox gülməli baş verir ki, bu necə olur ki, bir xətti mən addımlayıram, keçirəm başqa bir ölkəyə.
Çünkü onlar ittifak ve ittihad ettiler. Allah'ın Rahman sıfatını götür, Rahim sıfatını götürmediler. Allah Teala onlarla da Rahim sıfatıyla inşallah kıyamet günü onların hesabını aparacak. Ama biz Müslümanlar 72 hisseye bölündük. Parçalandık. Hərəmizin bir adı oldu ve hamı da dedi ki mən haqqım. Elə bir gövüm oldu ki Müslümanlarda, elə bir tayfa oldu ki, elə bir qurum oldu ki, hatta iddia ettiler ki herkes ki bizim anlayışımızda bizim dediklerimizi kabul etmese mümkün değil. Onlar kafir hesap olundular ve onları öldürmeye hak verdiler. Hatta onların var ve devletinin elde olmasında İslam adına, Allah adına, Kur'an adına halal bildiler. Müslüman Allah adına gayri Allahu Ekber deyip həcce gedəni, namaz kılanı, oruç tutanı başın kestiler. Evladların gözlerin qabağında diri-diri soydular. Onların namuslarına üzr istəm tecavüz ettiler. Ve onların var ve devletlerini özlerine Allah adına, Kur'an adına, peygamber adına, din adına, şeriat adına halal bildiler. Hansı Allah idi sen ona kulluk edirdin? Hansı kitap idi sen? Senin bildiğin, tanıdığın Allah, eğer sen onu hak bilirsense özü ve o Allah ki biz inanırıq ona, o Allah değil, senin bildiğin şeytandır. Ve senin kitabın da Kur'an değil, şeytanın yazdığıdır ki sen onunla gittin, tefrike yarattın ve zelil oldu Müslüman aleminde. Tenezzüle doğru. Ama birge yaşayış ister Müslüman aleminde, mezhepler arasında, ister gayri-Müslüman olsun, onlardan bir yerde yaşamak. Sözümün evvelinde onu dedim. Bu o demek değil ki birge yaşayış, ben öz sözlerimi unutmalı, onun dedikleri, onun fikrimi dememeli, ona çatdırmamalı ve onun fikrini öz hayatımda uygunlaştırmalıyım. Hayır, o manada değil birge yaşayış. Birge yaşayış güzel bir zenginliğidir. Güzel bir zenginliğidir. Ona göre insan çalışmalıdır ki o zenginliğinden istifade eylesin ve onunla beraber hayatını sürebilsin. Allah Teala o cür olmakta bizim her birimize kömek olsun. Muhammed ve Ali Muhammed salavat-ı zikredeyim. Yasin 30'da buyurur ki ya hasreten alel ibadi ma ya'tihim min rasulin illa kanu bihi yestehzi'un. Buyurur vay bu bendelerin halına. Onlara ele bir peygamber gelmez ki ona istihza etmesinler. Vay der bu kavme. Onlara der ele bir peygamber gelmez ki onlar istihza etmesinler. Buna göre de azaba düşer olarlar. Her bir peygamber ki kavme gelende ona istihza ettiler. Onlar der ne olacaklar? Azaba düçar olacaklar. Sonra Yasin 31'de daha güzel buyurur. Elem yarav kemahlekna qablahum minel quruni. Meğer onlar Mekke müşrikleri özlerinden evvel neçe nesilleri mahv ettiğimizi dikkat getirin. Elem yarav kemahlekna qablahum minel quruni. Meğer onlar deyir Mekke müşrikleri, indi o dövrde onlara ait olup indi de o cür insanlara şamildir. Özlerinden evvel neçe nesilleri mahv ettiğimizi ennehum ileyhim la yerciun ve hemin nesillerin bir daha onların yanına qayıtmadığını görmediler mi? Yani insan meğer his eləmirsən, meğer deyir ey hacı sen başa düşmürsən, ey fulani niye başa düşmürsən, zən etmirsən? Axı sənin qabağında nə qədər tuğyan eləyən insanlar, qövümlər olub ki onlar təlatümə düşüblər, imtihandan çıxa bilməyiblər və Allah Teala onları məhv etmişdir. Və bu misalda olan Musa aleyhissalam var qövmü ilə bir yerdə. Musa aleyhissalam Fironun çıxandan sonra, zülmündən öz qövmünü çıxardandan sonra ne etti? Ki elə ki dəryadan çıxandan sonra dedi ki ey qövüm vəsqalım mən gedirəm münacata, Allahla münacata. Bir neçə gün müddətində öz qardaşını öz əvəzinə qoyandan sonra ona məhəl qoymadan Samirinin sözlərinə qulaq asıb başladılar ki bir az müddət keçməyəndən sonra təzə xilas olmuş haqq olan peyğəmbəri haqq olaraq hamısı
sen hak olan peygambersen ki bizi Firavun'un zulmünden kurtardın. Bir müddet kesmedi, bir ay kesmedi, neçə gün kesmedi. Buzova Samiri'nin sözlerine aldanıp ve onun ardınca gitmeye başladılar. Ta o vakte kadar ki Musa aleyhisselam gelip gördü ki bu insanlar tamamen o hak olan dinden çıkıblar. Dedim meğer ben size özümden sonra peygamber ardıcıl koymadım mı? Ne baş verdi size? Ve ondan sonra Musa peygambere Kenan'da deyir ki bəs o qövm orada zəlalət içinde olan insanlar var. Bizim borcumuzdur sizlerle beraber gedək onları oradan, o yani tənəzzülə uğramış insanları, o özündən çıkmış insanları oradan çıxardaq ve orada məskunlaşaq biz. Onun sözüne kulak asmadan hatta Musa'nın özüne belə dediler ki ya Musa eğer istiyorsansa o yeri temizlemek, o insanlardan onları xilas temizlemek bizim o işimiz değil ve biz o işe karşıyan değilik. İstiyorsansa sen ve senin Allah'ın gedib oranı temizlesin. Buna göre de Allah Teala hemen o qövmi 40 il səhralıqda susuz, çok çətinlikdə yaşattı. Ki asi oldular hak olan peygamberin yüzüne, Allah'ın buyurduklarına. Esas meyyar insanların bir yerde olması, birbirimize kömək etməyimiz, birbirimizin elinden tutmağımız ve birbirimize değer verməyimizdir. Ki Allah Teala Kur'an-ı Kerim'de buyurur innel insana li rabbiki lekanud. Hakikaten de insan Rabbine karşı çok nankördür. Kur'an buyurur ha, Adiyat suresi 6. Adiyat 6'da buyurur. İnnel insane li rabbihi lekanud. Ya peygamber hakikaten de insan Rabbine karşı çok nankördür. İnkar, nankör olmak insanın tenezzülünü aparır. Tuğyan etmek cemiyetin tenezzülünü aparır. Birge yaşayış yani insanın ittifak ve ittihatta Müslümanların yaşamasının 3 mühim mertebesi var. 3 mühim derecesi var ve o bizim her birimizin ve sizin her birimizin boynundadır. Bakın onlardan biri her ay 4 cüme günü var ki o günlerden biri məhz bugündür ki siz her biriniz cüme günü Allah'ın evine, Müslümanlar Allah'ın evine yığışıblar. Bu o demek değil ki her bir insan bacardı geldi Allah evine ki borcu qaytarmaq için ilahi buyurmuşsan ki gel Allah evinde otur, mən de o 1 saati yarım saati gittim Allah evinde əyləşdim, bununla da benim vəzifəm bitti. Xeyr, onun için değil. Allah Müteal cümə gününü bütün Müslümanlara ittifak için ve ittihad için yaradıp ki hiç olmasa her bir gelen borcumuzdur ki ve sizin de borcunuzdur ki hiç olmasa etrafımızda olan ki gündelik tanıdığımız insanlar yani cüme günlerinde tanıdığımız insanlardan hiç olmasa 10'un, 15'in, 20'nin, 30'un adım bile biley. Niye, ne için biley buyurur? Onun için buyurur ki hiç olmasa insan 30 nəfərdi hal əhval edəcəksə ve onun halından haberdar olacaksa belki o 30 nəfərdən biri, belki o 20 nəfərdən biri o gün ərzində bir dənə çöreği yoktur evinde. Balaları acdır. Bunu yaradıp ki ittifak için. Müslümanlar birleşsinler, birbirinden hali olsunlar, birbirinden haberdar olsunlar, bir ittifak ve ittihad için yaradıp, güçlü olmak için yaradıp, birge yaşayış odur ki 20-30 nəfərin adım bilesen ve haberdar olasan ki senin o cümə gününde gelen dostluğun belki de evinde hiçbir çörek yoktur. Sen elinden geleni ona esirgemeyesen, maraklanasan. Mesele budur ki insan maraklanmalıdır. Bu birinci mühim mesele. İkinci mühim mesele Allah Teala bütün Müslümanlara hac ziyaretin koyup düz. Allah Teala gedenlerin haccin kabul eylesin. Gitmeyenlere kısmet karar versin. Bakın hac merasimi elə bir merasimdir ki sen il ərzində başka bir vaxtlarda geçsen o hac merasimi sayılmır, düzdür. Hac merasimi illah ki sen Zilhicce ayında gitmelisən, o ayda o ayinleri yerine getirmelisən, bütün təfsilatıyla eləyəndən sonra sen hac merasimin yerine getirilmiş insan, Müslüman ola
bilirsən düz, amma yenə də ittifak üçün Allah Teala həcc mərasimin bütün dünyadan axışan müsəlmanların ora gəlib ildə bir dəfə bir-birlərinin halından xəbərdar olması üçün, vəziyyətindən xəbərdar olması üçün, ölkəsində nə baş verdiyinin hali olması üçün və bir-birinə köməkləşməsi üçün yaradılan, Allah tərəfindən qoyulan əmirdir ki, müsəlman getdin, təkcə sənin ibadi işlərindən başqa daha mühüm ittifak şəklində dünya müsəlmanları bir-birindən xəbərdar olmalıdır və bir-birlərinə kömək etməlidirlər. Məsələ budur, ikinci məsələ. Üçüncü ən mühüm məsələlərdən biri, üç mühüm məsələ qoyub. Ramazan ayıdır ki, bütün dünya müsəlmanları onun içində əhya gecələri, Qədir gecələri qoyulub. Məhz bütün müsəlmanlar həmən Qədir gecələrində nə etməlidirlər? Allah evinə və bacardığı bir yerə toplaşmalı bütün müsəlmanlar. Bəzi insanlar elə zənn və güman edir ki, əhya gecələrində mən əgər gedib evimdə olsun və yaxud da ki, hər hansı bir Allah evinə gedərəm, səhərə qədər yatmaram, oyaq diyanaramsa və mən rüzrükət əyilib qalxaramsa, bundan da mən oyaq və namaz qıldımsa, mənim işim bundan da qutardı, bitdi. Əslah ki, elə deyil. Vallah ki, o deyil. Sən müsəlmanın Ramazan ayında, əhya gecəsində, Qədir gecələrində gəlib Allah evində oyaq qalmaqla kifayətlənib, 100 rükət namaz qılıb kifayətlənib gedəcəksənsə o deyil. O anlayışda deyil, əksinə. Allah Müteal Qur'an-ı Kərimi həmən gecə nazil edir bütün müsəlmanlara və həmən gecə sən bütün insanlardan bir yerdə Qur'anın mahiyyətin, Allah Teala Qur'an-ı Kərimi nə üçün göndərib və göndərdiyinin səbəbi nədir? İnsan Qur'an-ı Kərimi nə etməlidir və mənim hər bir müsəlmanın məhz Ramazan ayının Qədir gecəsində Allah evinə gəlib oyaq qalmasının, ibadət etməsinin səbəbi nədir, mahiyyəti nədir? Mən Qur'anı qarşılayıram və Qur'an mənim üçün nazil olub. Məhz mənim üçün nazil olduğu üçün də mənim borcumdur ki, Qur'anda olanlara riayət edim və ətrafımda olan, çevrəmdə olan bacı və qardaşlarımla, müsəlman bacı və qardaşlarımla hüsn-i zənnlə davranışım və Qur'ana əsasən, Allahın buyurduqlarına əsasən həyat tərzimi keçirdim. Mahiyyət bundan ibarətdir. Bir-birindən xəbərdar olmaq və ildə bir dəfə Ramazan ayında Qur'anın qarşılanması əhya gecələrində və mənim borcum nədir ki, təkrarən mənim yadıma salır ki, Qur'anı yaddan çıxartma. Allah Teala'nın sonuncu peyğəmbər vasitəsilə göndərdiyi əmanətdir. Canlı peyğəmbərdir, Qur'an-ı Kərimdir və həmən canlı peyğəmbər ki, bizə əmanət qoyub Qur'an və əhl-i beyti haqqı ilə tanımaq ki, tənəzzülə uğramayaq. Bax, əsas meyyar budur. Allah Teala'nın əsas istədiyi budur ki, birgə yaşayış, müsəlmanlar bir-birinizə hörmətlə yanaşın. O müsəlmanlar ki, ayrıldılar və tənəzzülə uğradılar, təkfirçiliyin sayəsində oldu, baş verdi bu. Bir-birinə xor baxmaq, bir-birinə düşmən gözü ilə baxmaq, bir-birinə nifrət gözü ilə baxmaq, insanların, müsəlmanların, dünya müsəlmanlarının bu cür tənəzzülə uğramasının səbəbi məhz biz müsəlmanlardadır ki, biz Peyğəmbər əleyhissalatu və salamın bizə dönə-dönə əmanət qoyduqlarını yaddan çıxartdıq. Onları unutduq, əsaslardan yadımızdan çıxartmaq istədik, lazım olmayanları yadımıza salıb və onları daha mühüm bildik. Allah'ım sənə and verirəm, izzətivə, cəlalıva, əzəmətivin xatirinə, ilahi pərvərdigarə aləm, ibadət və itaatimizi bizdən qəbul eylə. İlahi gələn günlərimizi xeyrə cəla. Pərvərdigarə aləm, birgə yaşayışda Azərbaycan xalqına və dünya müsəlmanlarına kömək ol. İlahi ya Rəbbim Allah, o ki biz istəmədən kimlərin ki o yaratdığı qüvvələr ki var ilahi müsəlmanlar arasında bu parçalamaları, ayrımları yaradıblar ilahi, onların imkanlarını əllərindən al. Pərverdigar-ı aləm, müsəlmanların birliyin bizlərə qismət qərar ver. İlahi,
bütün dünya Müslümanların daha da uca olmaqda, inkişaf etməkdə, imanlı olmaqda hər birinə və hər birimizə kömək ol. İlahi ölkəmizə əmin amanlıq bəxş qərar ver. İlahi vətən üçün şəhidlərimiz var. O şəhidlərin məqamı ucadır. Onları qiyamət günündə Kərbəla şəhidləri ilə daha da uca qərar ver. İlahi onların ailələrindən səbir ver. Yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver. Ruzilərin bol qərar ver yenə. Pərverdigar-ı aləm, amin deyən dilləri məhşərdə lal etmə. İlahi o əllər ki, sənin huzuruna qalxıb bu cümə günündə, sənin evində, Əhl-i Beytin qapısında əliboş sinəmizə qaytarma. İlahi o əlləri bu dünyada namərd üzünə açma. Pərverdigar-ı aləm bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver yenə. İlahi bari Xudaya, xəstələrimizə, qürbətdə olan, qərib yerdə olan insanlar var, iltimasları var, onların da xəstələri var. Heç yoxdan hər yerdəki xəstə var, onlara şifa ver. İlahi ya Rabbim Allah, bizləri övladlarımızla imtihana çəkmə yenə. İlahi ya Rabbim Allah, övladlarımız səni tanıyan və sənin yolunda olanlardan qərar ver. Pərverdigar-ı aləm bizləri də övladlar, əhli əyal, ilahi yanımızda olan yaxınımızlarla imtihana çəkmə yenə. İlahi ya Rabbim Allah, bu qövmi bir-birinə mehriban qərar ver yenə. Və bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar ver yenə. Muhammed və ali Muhammed salavat zikr eləyək.